Katarakt yenidən əmələ gələ bilərmi ya yox? Bəli. Deməli, əməliyyat zamanı öz kataraktanız, mirvarisiniz çıxarılır, orada kisə qalır. Həmin o kisənin içinə linza qoyulur. Linza şəffaf qalır, amma öz kisəniz, anadan gəlmə olan kisə dumanlaşa bilər. Siz bu şəkildə gördüyünüz yumru nöqtələr var. Bu həmin hüceyrələrdir ki, onlar əmələ gəlib girirlər linzanın arxasına və onu dumanlaşdırırlar. Bu çox vaxtı bədənin özündən asılıdır. Çünki indiki müasir linzaların böyürləri elə qurulub ki, qoymurlar ki, hüceyrələr, öz hüceyrələrimiz getsin, miqrasiya eləsinlər, keçsinlər linzanın arxasına. Amma bu hal baş verirsə, insanın görməsi dumanlaşır. Bu halda əməliyyata ehtiyacı olmur. Sadəcə xüsusi lazer var. Həkiminizin yanına gedirsiniz. Həmin həkim lazerlə oranı təmizləyir və 99% insanlarda yenidən heç vaxt o əmələ gəlmir və bir dəfə ilə canınız qurtarır. Düzdür, qara nöqtələr biraz çoxalır gözün önündə uçmağa, amma sonra o vaxt getdikcə o da sorulub gedir. Yəni ki, ikincilik katarakta belə bir diaqnoz var və baş verə bilər və o xatalı da deyil və həkiminizin günahı deyil, onu biləsiniz. O ancaq və ancaq indiki zamanda bədəninizdən asılıdır. Bir gözdə olubsa, ehtimal çox ki, o birisində də olsun. Qorxmayın, həkimə gedin, təmizləsin. Sağ olun. Bu göz çox maraqlı bir gözdür. Görürsünüz ki, mirvarı suyu var, amma düz bəbəyin ortasında balaca toz kimi yığıntı var. Bunun adı psevdoeksfoliativ sindromdur. Bu nədir belə? Balaca tozlar əmələ gəlir gözünün özündə. Həmin o toz gedib drenajımızı, yəni ki, gözün içindən artıq su çıxmaq üçün yerlər var. Elə bilin ki, trapdır. Oradan o çıxmalıdır. Müəyyən qədər əmələ gəlir, su müəyyən qədər çıxır. O da həmişə eyni olmalıdır, balansda olmalıdır ki, gözdə yüngül bir təzyiq olmalıdır. Tam yumuşaq deyil ki. Bu toz gedib həmin o drenajı, trapımızı bağlayır və su da eyni həcmdə əmələ gəlir, necə əvvəl. Sadəcə çıxan yeri daralıb, tozla bağlanıb, təzyiq başlayır qalxmağa. Təzyiq qalxanda da qlavkomaya, qara suya gəlib çıxardır. Bu gözlər fəsadlı hesab olunur. Cərrahınız əməliyyat eləyəndə də daha çox əziyyət çəkir o bir gözlərə baxanda. Erkən mərhələdə heç bir fəsad olmur bunun, amma gələcəkdə fəsadı ola bilər. Onun üçün vaxtında müraciət edin.